Göyçay rayonunun 2-ci Ərəbcəbirli kəndində Vətən müharibəsi şəhidi Qaçayev İntizam Əkbəroğlunun anım mərasimi keçirilib. Şəhidin doğum günü ərəfəsində təşkil olunan tədbirdə rayon rəsmiləri, din xadimləri, şəhid ailələri, məktəblər və ictimaiyyət nümayəndələri iştirak edib. Mərasim iştirakçıları əvvəlcə şəhidin ev muzeyini və məzarını ziyarət edərək onun ruhuna dualar oxuyub. 1 dəqiqəlik sükutla yad ediblər. Olunması uğrunda, suverenliğimizin bərpa olunması uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla 1 dəqiqəlik sükutla yad edirik. Ruhlar şad olsun. Şəhidin keçdiyi şərəfli ömür yolundan danışılıb. Məktəblilər vətənpərvərlik mövzusunda şeir səsləndiriblər. 24 yaşı bu il tamamlanır. Bu deməkdir ki, yəni 5 il bundan qabaq onun cəmi 19 yaş olub. 19 yaşın içində olub, belə deyək ki, 19 da tamam olmayıb. Yəni uşaqlıqla amma qanunla borcun belə deyirlər. Bizim övladlara yanaşı qazilərimiz bu dövlətin ayaqda qalmasında böyük xidmət göstərdilər. Heç kimin görsə də bilmədiyi xidmətləri eləyiblər. Xüsusən də şəhidlərimiz canlarından, qanlarından keçiblər. Bu dövlətin ayaqda qalmasında öz cavan canları sipər ediblər. Bizim də bir vətəndaş kimi, bir valideyn kimi bunları digərlərini tanıtmaq, təbliğatını aparmaq, xüsusən də Nizami dayı demişəm, bizim boynumuza düşür. Bəzən bu işdə biz çox passivik. Niyə? Utanırıq öz övladımız haqqında kimisi yanında danışmağa, onun qəhrəmanlıqları haqqında, həyatından danışanda biraz çəkinir ki, kimsə öz övladını təbliğ edir. Bugün sosial şəbəkələrdə də, televiziyalarda da biz görürük ki, bir zümrə var, ancaq onlar haqqında danışırlar. Bir neçə şəhid var, ancaq onlar haqqında danışırlar. Bir neçə qazi var, ancaq onlar haqqında danışırlar. Amma kölgədə qalan o qədər qəhrəman bizim şəhidlərimiz var ki, bizim kölgədə qalan o qədər qəhrəmanlıq göstərmiş qazilərimiz var ki, yarımcan gəliblər. Evdə yatıblar, heç onlardan xəbər bilən yoxdur ki, harda döyüşüb, nə cür döyüşüb. Ona görə də mənim hörmətli Göyçayımızın yeni başçısı ilə qısa görüşüm oldu. Yəni bu haqda məlumat alanda xahiş edirəm, hər kəs orada iştirak eləsin. O da bizim övladımız yaşdadır. Yəni onun bizlə əlaqədə olmağı bizim özümüzə və dövlətimizə 100% arxayın olun, məmnuniyyətlə görüşmək elə mən özüm. Bu günlərim qəhrəman şəhidimizin mövzudu qeyd olunur. Hərdən düzdür, deyirik ki, şəhidlərin doğum tarixi var, ölüm tarixi yoxdur. Bəlkə də ona görə deyirik ki, biz hər il şəhidin məzarı önündə toplaşaraq onun ad gününü qeyd edirik. Götürəndə intizamın 19 yaşı var idi. Amma intizam elə bir qəhrəmanlıq göstərdi ki, elə bir döyüşdə şücaət göstərdi ki, inan cəmilər ki, ən azından bir tarixə düşdü. Amma təəssüf ki, buna nail olan da olur, olmayan da olur. Və kişinin, Şəfəq ananın çəkdiyi o ağır acını ən azından mən də onlarla çəkmişəm. Çünki o bala həsrət çox ağırdır. Bura toplaşan şəhidlə baxmayaraq, bu deməkdir ki, nə xalqımız, nə millətimiz, nə dövlətimiz heç vaxt qəhrəman şəhidlərimizi unutmayacaqlar. Çünki bu günlərim biz burada yaşayırıqsa, bu torpağın üzərində gəziriksə, onu biz şəhidlərimizə borcluyuq. Keçən səfər statistikanın müdürü onu kimi düşünsə, həqiqətən nə gözəl olar bu həyat ki, biz şəhidlərimizə borcluyuq. Biz müharibə iştirakçılarımıza, müharibə əllərimizə borcluyuq. Bugünkü gündə burada demək istəyirəm ki, bu 5 il müddəti çox sağ olun. Arasında saatlarla, günlərlə danışsaq bizim ürəyimizdə sözlər tükənməzdir. Qısaca qeyd edeyim ki, onlar öz qanları ilə, canları ilə vətəni müqəddəsləşdirdilər. Bizə qürur dolu günlər yaşatdılar. Allah onlara rəhmət eləsin. Allah onların valideynlərinə səbir versin, can sağlığı versin.
Bizim borcumuz onların bugün kazandığı değerleri koruyup saklamak, onların xatirəsini həmişə yaşatmaq. İnşallah ki, borcumuzu da ölən günümüzə qədər yerinə yetirəcəyik. Allah intisam qardaşımıza, Ayaz qardaşımıza, Xəyal qardaşımıza və onların timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Valideynlərinə can sağlığı versin. Qazilərimizə şəfa, müharibə veteranlarımıza can sağlığı versin. Biz də yəni, əlimizdən gələn qədər sizlərin həmişə yanınızdayıq. Mən öz bələdiyyəmizin adından, təmsil etdiyimiz 5 kəndin vətəndaşların adından deyirəm. Bunu heç çəkinmədən də deyirəm. Həmişə sizin yanınızdayıq. Həmişə sizə dəstəyik. Nə sözdə olsa bizim qapımız həmişə üstünüzdə açıq. Nə vaxt lazım. Çox sağ olun. Bugün görüşmüşüz. Demek ki ad gününe, doğum gününe. Allah bu aileye sabır versin. Ekber'e, onun ailesine sabır versin. Ne bileyim, Ekber hakikaten be Hüseyin Məlim dediği gibi çok çetin geçirdi. Biz hamımız çetin geçirdik bu periyodu, bu geçiliği. Ama Ekber doğrudan da çetin geçirdi. Demek olar ki yatmır. Dün gecəni nəsə çətindir onun için, çok çətin. Hamı için çətin. Arzu eləyək ki, da psixoloji vəziyyətdən çıxsın. Çıxsın, onun bir balası var, o birisi balası var, onun toyun görsün. Şeysi, belə də çox özünə qapanmaq olmaz. Bu uşaqlar vətən yolunda gediblər, igidlik eləyiblər. Bunlar qaçmayıblar, qorxmayıblar, gediblər döyüşə. Mən bugün bir haşiyə çıxmaq istəyirəm. Bu 44 günlük müharibədə bəzi nədir, müharibə olması bir daha qan tökülməsin. Bu Hüseyin Məlim demişkən bir də şəhid qəbirləri qazılmasın. Çox çətindir dözmək bu müharibədə, bu heç göstərməsin. Sağ olun. Allah səbr versin Əkbərin də, onun da ailəsi. İlk öncə hər kəsi salamlayıram. Mövlud mübarək olsun insan qardaşımızın. Cənnətdəki illətimizi müzəffər eləsin. Allah şəhidlərimizin məqamlarını uza eləsin. Peyğəmbər Əfəndimizə qonş eləsin. Şəhadətlərini qəbul eləsin. Şəfaətlərinə bizləri nail eləsin inşallah. Peyğəmbər Əfəndimizə qonş eləsin. Bizlərə şəhidlərimizə qonş eləsin inşallah. Allah qalan ömrümüzü inşallah şəhidlər üçün qurmağa nəsib eləsin, yaşamağa nəsib eləsin. Bütün şəhid ailələrə, şəhid sevənlərə Allah hidayət versin, səbr cəmil ehsan eləsin inşallah. Allah rəhmət eləsin, Allah səbirlər versin hər birimizə inşallah. Sağ olun. En çok öyle hakkı olan da bizleriz. En çok hakkı olan sizlersiniz, şehiden olan. Çünkü bu evlatları dünyaya getiren, onları böyütenlerde en karşıda sizler olmalı. Bugün az istediğim, yani bu məlumat alanında karşılığıyla valideynleri, yani bir yer, Allah sabır versin. Ama çok sağ olun uşaqlar ki, bu soruğa bakmayalım. Pazar gündür gelmişsiniz bura, hazırlaşmışsınız. Buyurun şeyleriniz. Şehitler ölür, yalandır. Şehitler torpağa yeni can verir. İllerdir, yaralıydı Qarabağ. Şehitler, qaziler onu qan verir. Tarix unutmayır qəhrəmanları. Bugün Qarabağda dastan yazıldı. Vətən torpağına göz dikənlərin alnına əbədi damğa basıldı. Vətənə canını qurban deyərək ölümsüzlük yolunu seçdi şəhidlər. Torpağı düşmədən azad edərək ömürlük tarixə keçdi şəhidlər. Atda basın o torpağa, orada şehit nəfəsi var. Qan qarışmış o palçıqda, sönmüş şehit həvəsi var. Qurban olum yavaş gəlin, o dağlarda, o daşlarda. Qara şallı bir ananın dağlar boyda yarası var. Qurban olum ana torpaq, bərk qucaqla sən balanı. Güllə değmiş şehidimin evdə körpə balası var. Bu vətən, bu torpaq mənimdir deyib, üstünə vüqarla gəzdi şəhidlər. Əyninə qanından bir köynək geyib, düşmənin yolunu kəsdi şəhidlər. Tək vətənim düşməsin dara, baxmayıb soyuğa, borana qara. Cavab vermək üçün azğınlara, hər bir çətinliyə dözdü şəhidlər. Arzusu göylərə, yerə sığmayan, araza sığmayan, kürə sığmayan, nağla, dastana, şeirə sığmayan.
ən ali, müqəddəs sözdür şəhidlər. Payız gəlir yenə gözüm yaşlıdır. Neçə şəhid verdim ağladım. Soruşmayın nə gözüm yaşlıdır. Mən şəhidimə lay lay dedim ağladım. Qurban olum sizdə olan qeyrətə. Öz canına qurban verər millətə. Sizə qıyan düşmən gəlsin lənətə. Göz yaşımı sildim ağladım. Sizin kimi vətən sevən görmədim. Torpağıma canım deyən görmədim. Göz qırpımından candan keçən görmədim. Bu gün sizi vətən bilib ağladım. Üzün, yollara düzüldü o iki gözün. Sinemi dağladı səssizcə sözün. Dünyası dağılan şəhid atası. Canından can qoparan bu ağır dərd nədir? Övlad dağı dünya qədərdir. Atalar hamısı bilir bu dərdi. Dünyası dağılan şəhid anası. Ananı susturar göz yaşı yenə. Səni isə susturmaz dünyada heç nə. Çəkilib səssizə, sən ağlama. Dünyası məhv olan şəhid atası. Dünyası məhv olan şəhid atası. Sən bir ümid idin sevənlərinə. Getdin daşa dəydi bütün ümidlər. Xoşbəxtlik asılıb xəyalda qaldı. Sənsizlik adısın yaşayan bilər. Məsum körpəliyin izi itmədən bir məzar daşına həcc oldu rəsmin. Hopub quvadlının köksündə qaldı. Qəhrəman intizam, o son nəfəsin. Dilə gətirdiyin arzuna çatdın. Şəhid tək qayıtdın Göyçay yurduna. Elə sənin kimi igid oğullar qələbə yaşatdı məğrur orduma. Sənin ata evin daha nəm qoxur. Qurumur ananın gözünün yaşı. Bir oğul dərdini çəkən atanın qarlı dağa dönüb elə bil başı. Qardaş həsrəti ilə yanan bacının qürbətə çevrilib ata ocağı. Səni dayaq bilən tək qardaşının təməldən laxlayıb qardaş dayağı. Əymə qamətini, əymə başını. Şəhidlər ölməzdir şəhid anası. Yumma göz yaşınla məzar daşın. Şəhidlər ölməzdir şəhid anası. Ucaltdı bayrağı Qarabağında. Qorunun daşın dağında. Qoymadı torpağı Yahtap dağında. Şəhidlər ölməzdir şəhid anası. Ər kimi deyərək sözün getdi. Bürüb bayrağa özünü getdi. Çevirib cənnətə özünü getdi. Şəhidlər ölməzdir şəhid anası. Çox şükür azaddır vətənim yurdum. Var olsun yaşasın yerində zordum. Şəhidlər önündə fəxrlə durdum. Şəhidlər ölməzdir şəhid anası. Bizim borcumuzdur anıb yad etmək. Bununla onların ruhunu şad etmək. Düşmənə yaraşır məhv olub getmək. Şəhidlər ölməzdir şəhid anası. Bizdən can alanın yanacaq canı. Kimsə bölə bilməz Azərbaycanı. Şəhidlər ölməzdir şəhid anası. Can verəndə bizləri. Kim bağladı bizə baxan gözləri? Can verəndə gördün hansı üzləri? Məzlum gedişinə qurban oldu. Ahu gözüm, son anında nə dedin? Sən gedəli, kədər məni həbs edin. İstəyirəm şirin zaman qəsd edin. Nakam həyatına qurban oldum. Dadı qatıb sənsiz olan həyatın. Daş üstünə həkk olunandan adım. Cismi yerdə, ruhu əşdə olanım. O solan gününə qurban oldum. Neçə arzun qaldı yarım. Neçə diləkləşdi. Heç artmayan yaşın kimi. Şəklin daş üstə dilləşdi. Sənsiz qaldı anan, atan. Nakam köçdün bu dünyadan. Hər kəs səni anır bu gün. Yad eyləyir ey qəhrəman. Sən şəhidsən, müqəddəssən. Toxunulmaz bir yerdəsən. Qürur duyur atan sənlə. Ana vətən, ana torpaq. Hər şeyi zamanla eyləyən izah. Ey bizi yaradan, ey gözəl Allah. Günlərin birində nurlu bir sabah. Şəhidlər dünyaya bir daha gəlsin. İşıq ver anada ağlayan gözə. Gülüş ver atada gülməyən üzə. Yoxdan var yaradan, yaradan.
Xatırladaq ki, 14 dekabr 2001-ci ildə Göyçayda anadan olan İntizam Qaçayev 2020-ci ilin yanvarında hərbi xidmətə yollanıb. Manqa komandiri kimi xidmət edən Qaçayev 27 sentyabr 2020-ci ildə başlayan 2-ci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində qəhrəmancasına döyüşüb. O 22 oktyabr 2020-ci ildə Qubadlı istiqamətlərində gedən döyüşlərdə şəhidlik zirvəsini ucalıb. Şəhid Göyçay rayonu Ərəb-Cəbirli kənd qəbirstanlığında dəfn edilib. Ölümündən sonra İntizam Qaçayev Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Cəbrayılın azad olunmasına və Qubadlının azad olunmasına görə cəsur döyüşçü və vətən uğrunda medalları ilə təltif olunub. Onun adı kənd küçələrindən birinə verilib və ailəsi tərəfindən abidə ucaldılıb. Mərasimin sonunda şəhid ailələri və ziyarətçilər şəhidin məzarı önünə gül dəstələri qoyaraq xatirə şəkilləri çəkdiriblər. Şəhidin ailəsi daha sonra qonaqları ehsan süfrəsinə dəvət edib. Vətən uğrunda şəhid olan qəhrəmanımızın əziz xatirəsini bir daha ehtiramla yad edir, ailəsinə və yaxınlarına səbir diləyirik. İsmail Özəkə Həmidov, Bəhlul Göyçaylı, Göyçay Ərəb-Cəbirli.